Əgər pasiyent bu durumda köməkçi müalicələri qəbul etmirsə, biz bütün müalicələri verdik, pasiyent arıqladı, hormonal balansı düzəltdi, follikulda yetişdirdik, amma bu follikul yetişmir çünki ağır polikistozda. Bu durumda bayaq dediyim o köməkçi müalicələr getməlidir pasiyent. Yox, ona getmirsə, burada drilling əməliyyatı deyilən əməliyyat var. Çox incə icra edilməlidir. Bunu hər tərəfdə, hər klinikada edilməməlidir. Drilling əməliyyatı çox incə, o polikistozun pasiyentlərdə incə, yəni laparoskopiya yolu incə deşiklər açılır. O yumurtalığın üzərində olan gərginlik müəyyən qədər azaldır. Buna yumurta qabığı soyma da deyirlər. El içində elə bir şey yoxdur, qabıqla soyulur. Çox incə edilməlidir. Yəni ki, heç unutmaran bir pasiyent gəlib drilling əməliyyatı olubdur. Deyib, birinci həkim əməliyyat elədi, yaxşı elə etmədi. Getdim özüm aybaşı olmadım. Halbuki birinci çox yaxşı edib də, incə toxunubdur, incə toxunuşlar edibdir. Üçüncü də qəşəng etdi ki, getdim qəşəng aybaşı oldum. İkinci də çox dərin yeniyib, bütün yumurtalığın rezervini bozub, çox yandırıb, anlatabildinmi? Yumurtalığı çox yanıb, xəstənin amniyaşı yerlərdə artıq heç köməkçi müalicə də effekt etmir. Pasiyentə deyə bilmədik ki, ikinci səni yaman günə qoyub. Bu birinci normal idi, əslində birinci səni düz etmişdi. Artıq birincimiz, özəlliklə drilling etdiyim pasiyentlərə deyirəm ki, çox incə toxunuşlar edəcəm. Sən bundan aybaşı olmağı 100% gözləmə. Bizim burada məqsədimiz sənin aybaşı olmağın yox. Biz yumurtalığa çox o yandırma deyildir, çox eləyə bilmərik. O deşikləri, dəlikləri çox aça bilmərik. Heç olmasa follikul yetişəndə follikulun yetişsin deyə edirik. Orqanın fiziologiyasını pozmağa gətirib çıxardır bir növ o şəkildə. O zaten pozulubdur. Baxın, follikul partlamır, yığılır, polikistoz nə deyil, burada danışsaq polikistozu qutara bilmərik. Follikullar kütləvi şəkildə yetişməyə başlayır. Heç biri tam ölçüyə çatmır, heç biri də partlamır və geri də sorulmur. Hamısı yumurtalığın kənarına yığışır. Mumcuq kimi, sürəkli, hər ay, düşünün, hər ay eyni şey olur. Ölü yığını kimi düşünün də, yəni düşünün. Və yumurtalıq böyür, gərginliyi artır. İcazə vermir ki, artıq normal bir follikul dərmanla belə yetişsin, ağır polikistozları deyirəm. Bu durumda orada o gərginliyi artırmaq üçün bir neçə yerdən dəliklər açılır ki, o heç olmasa xəstə də köməkçi vasitəni istifadə eləmir. Təbii birinci məsələ köməkçi müalicə yöntəmləridir. Artıq follikul yetişmirsə, həkim drilling edin də follikul yetişsin, buna keçməmək lazımdır. Yəni məsləhət edirik. Amma bəzi pasiyentlər də bunu məcbur eləmək olur. Axı, cavan da istəmir. Onlara zəif drilling, baxın, zəif drilling. O həkim drilling əməliyyatı elədi, aybaşı olmadım, pis etdi. Bu həkim etdi, aybaşı oldum, yox. İnanın o biri yaxşı etdi yəni. Yumurtalığınızı yazığı gəlib. Adi bir kist əməliyyatında belə, ya çalışır ora kotel deyildi, belə şey, yatrokalkuliyası toxunmasın, yəni orada bir şey olmasın, yəni o kisti belə mexaniki yolla götürək ki, sonra dikişdə qoymayaq ki, o yumurtanın rezervinə zərər gəlməsin. Bunu da kim bilir? Bunu da ginekoloq, özəlliklə yumurtalıqla uğraşan, yumurta hüceyrə ilə uğraşan, sonsuzluqla uğraşan, amniyaşın yumurtalıq o dəyərlərindən baxan, yəni bunu o ginekoloqlar bilir. Cərrahlara gedib kist eləyəndə cərrah deyilsin, kistan görür, heç soymaq bıraq o tərəfə, götürüb pazvarı kəsir. İnanın bu Türkiyədə də belə idi. Yəni professorla bərabər əməliyyata girdik. Onun tabii öz sayəsində əməliyyatı vardı. İşte ümumi cərrahiyyə əməliyyatı, mənim də ginekoloji əməliyatım vardı. Gördüm kist aynı, xam gəlin bunu fazla rezeksiya eləyək götürək. Ay doktor dedim, nəyəsin, nə rezeksiya? İndi bunu mən çox incə soyuram, deyir, bu qədər də incə, deyirəm, bəli, bu qədər də incə, bu yumurtalığa bir toxumasına da zərər gəlməsin, bəli. Ehtiyat olmaq lazım, bəli, özəlliklə gənc xanımlarda, yumurtalıq kista sənətlərində, nə bilim, başqa bir əməliyyatlarda yumurtalığa çox ehtiyatlı yanaşmaq lazımdır ki, rezervi bozulmasın.